Salam aleykum. Bu məsələ bir qədər diqqət tələb eləyir. Pentan karbon H3, karbon H2, karbon H2, karbon H2 və karbon H3'dür. Və təbii ki, bu 4 moldur. İndi bizə lazımdır ki, izomerləşmə reaksiyasına əsasən izomerləşməyən normal pentanın mol sayını tapaq. Yəni bu 4 molu nə qədər izomerləşməyib. Bunun üçün də bizə xüsusi burada tapşırıq verilib ki, izomerləşəndə alınan qarşı biz bilirik ki, demək pentanın izomerləri bunlardır. Yəni normal pentandan sonra karbon H, karbon H3, karbon H2, karbon H3 və karbon H3, karbon H3, karbon H3, karbon H, yəni bunlardır. Və burada görün nə yazıb? Yazıb ki, 4 mol pentan izomerləşəndə alınan qarşılıqda üçlü karbon atomları ümumi karbonların deməli 5%-ni təşkil edir. 4 mol pentanda neçə dənə karbon var? 4 dəfə 5'in 20. Bu ümumi bu 20'nin 5%. Yəni biri nədir? Üçlü karbondur. Bu da deməkdir ki, 1 mol burada 2 metr butan alıb da, burada bir dənə üçlü karbon var. Qabağına 1 yazanda bir dənə üçlü karbon edir da. Düzdür mü? Deməli 1 mol nə alındı? Deməli 2 metr butan alındı ki, orada bir dənə 1 mol üçlü karbon var. Yəni 4'ün artıq biri buna sərf olundu. 4'ün biri getdi. 4'ün biri getdi. Sonra burada yazır ki, və ümumi karbon, 4'lü karbon isə ümumi karbonların 10%'ni təşkil edir. Yəni ümumi karbon nə qədər edir? 4 dəfə 5'in 20. Düzdür mü? Və onun 10%-i neçə eləyir? 2. Yəni burada onsuz da bir dənə 4'lü karbon var. Yəni 2 mol olub ki, 2 dənə 4'lü karbon olub da. Bu deməkdir ki, bu 4'ün ikisi də bura getdi. Fikir verin. 4'ün biri bura getdi, ikisi də bura. Və yerdə 1 mol izomerləşməyən normal pentan qaldı. Doğru cavab 1 olacaq.